Gör nə edəcəm. Yaxşı işıq var. Gedək bir başqa otağa. Məzələnməyə babdır, hə? Evinə gələcəm. Evinə gələcəm yazdı. Birdən biz dayandıraq dostlar, sonra gəlirik. Yaxşı. Dostlar, videonu başladıq. Evinə gələcəm yazdı bizə. Evimizə gələcək. Neyini? Biz nə yazıq, hə? Biz nə yazıq? Evimin yerini bilirsən? Soruşaq. Yaxşı. Evimin yerini bilirsən özü də. Yox, elə bir əsildir bu nəsə. Qurmaya da oxşayır əslində, nə bilim. Uşaqlar öz arasında qurur. Uşaqlar inanır yoxsa nə bilim. Uşaqlar özlərinə elə aparır ki, elə bir qurma falan deyil də bu. Gözdə sual da qoyaq. Nə yaxşı səliqəli yazırlar. Gec yazsalar da səliqəli yazırlar. Qəşəng sualı ilə azadı ilə. İndi nəsə yazır dostlar. Səni öldürəcəm. Hələ bu dirəşib ki, səni öldürəcəm. Evimin yerini bilirsənə yazdı ki, hə, bilir. Bilirəm. Məncə ayaq qoymalıyım, gəliyəm. Dostlar, bilirəm yazdı, neyniyəcəyik? Evimizin yerini bilir. Heç nəqəş, evin yerini dəyişdirəcəksən təcili olaraq. Bir də kimlə yazışmaq lazımdırsa, siz onu yorumlarda yazın. Biz o adamla... Göndərlik bizə. Sən gəlin dostlar. Alo. Zəngin mahnısını gördünüz bir dənə. Məncə bu telefon bu qaqaşlarındır da, onu mahnıda qoyublar zəngə. Nəysə. Yaxşı mahnıdır. Əvvəlki mahnılardı deyə, biraz təsir elədi mənə ona görə. Zəng eləyib də, müəllim zəng eləyir. Baxaq görüm nə deyir. Müəllim deyirəm. Nə də uşaqların dilindən deyirəm. Bilmirəm kimdir, nəçidir. Qorxulu müəllimdir. Uşaqların adından yəni. Atvoy verdi. Bağla. Yenə zəng eləyir. Bağla. Video baxdamı. Yox. Dostlar, video bağla. Dostlar sən gələdi yenə. Alo. 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 Görgəsən. Tez videonu bağla. Hə, məzələnir əla bizi ilə. Uşaq səsdir, elə bir nəsə səs gəlirdi orada pıs 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 falan. Elə bir uşaq səs. Hayda. Ay, Nə qəşəng. Mənim sən Ay, bu dirəşib ki, səni öldürəcəm də. Səni gələcəm öldürəcəm. Yox, gələcək bizi öldürəcək. Niyə? Baxın, öncə ən balacası başladı qorxmağa yavaş-yavaş. Nə məsən? Ayda. Sən yazdıq dostlar. Nə olar biraz tez yaz. Xahiş edirəm, biraz tez yaz. Maraqlı gəlirdi o qorxulu müəllimin dedikləri bizə. Yenə zəng edir. Alo, cavab ver də heç olmasa bizə. Alo. Cavab ver. Sən aptal bizə Qorxulu müəllim ilan zatdı. Bu nə səsdir ala? niyə deyir? Tez videonu bağla. Yox, biraz yazışaq. Səs göndərir. Dostlar, səs göndərir. Səs atır, səs atır. Səs atdı. O uşaq məndən yaxşı bilir WhatsApp-ı dilin. WhatsApp-ı dili olmur, yəni də WhatsApp-dan məndən yaxşı başa çıxır. Yəni nə yazır? Səsini çoxalt. Deyir? Hayır, daha videoda. Qorxulu müəllimin atdığı səs elə bir uşaq səsi oldu, biraz. Biraz yazışaq. Yox, nəsə yazır dostlar. Nəsə yazır. Nəsə yenə yazır dostlar. Ama ayağım titrəyir. Bəlkə yazaq bağışda. Elə yazmağından bilinir ki, qorxulu müəllim falan deyildi, uşaqdır. Ta bir yerdədir. Hadi videonu bağla.
O dedi evinizdəyəm. Bu da bəhanə olaraq dedi ki, evimizdə hardasa bir yerdədir. Bilinir də sıraziki qurmadı da, yəni. Real nətər olur belə bir şey? Nə bilim, reala da oxşayır. Yəni uşaqlar təşviş olur falan olur. Həyəcanlanırlar. Mənə də elə gəlir ki, realdır. Nəysə də nə bilim, baş açmaq olmur. Həm də maraqlı bir videodur məncə. Yaxşı bir videodur. Maraqlı olmasaydı, yəni 1.8 milyon izlənməzdi məncə. Yox, deyək bağışla. Bağışla deyək. Yox. Yenə zəng eləyir. Əl çəkmir uşaqlardan. Mən bağışla yazıb və videonu qurtarıram dostlar. Bu niyə zəng eləyib adboy verir? Mırtdaşıra cəmaatla bu. Belə bir video mən də çəkəcəm. Tanış birinin adını yazacağam, qorxulu müəllim. Belə danışacağam ona. Yəni də qabaqcadan planlaşdıracağıq da. Və sağ olun dostlar, bay. Mən getdim. Çox qorxuludur. Bəli, çox qorxuludur həqiqət, hə. Doğrudan da videonu. Dostlar gəldik bu. Qorxuyor. Çox da gizlənmişik dostlar. Işıqları da söndürmüşük yerimiz. Orada yuxarıda telefonun saatına baxın, yəni bu telefonun 13:30. Bağışla sözündə 13:28 yazıblar. Aralarında 2 dəqiqə fərq var. Yəni 2 dəqiqə istirahət eləyirlər, tezdən gəliblər danışmağa. Nasıl yazır? Yox. Mən bağışla yazmışdım dostlar, indi yox deyir. Neyniyəcəyik? Bağışla yazıb yox deyir. Əslində yazmalıdır ki, yox, bağışlamıram. Bu bilinir ki, uşaqdır da bunu yazan. Nəysə. Qorxurlar əməlli başlayasın. Səs yazıb, deyən bir səs nə deyir? Mən heç kim bağışlamıram. Deyir ki, mən heç vaxt heç kim bağışlamıram. Neyniyəcəyik? Mən heç vaxt heç kimi bağışlamıram. Getmə. Oğru qorxudan getdi. Tez get gəl. Dostlar, otaqda tək qaldım. Çox qorxuldu. Gəldi. Nəysə, oğurluq zad eləməyib, evdə deyil. Yox. Evdədir. Evdədir. Səsləri. Ay, video bağla. Nəsə dava oldu ya elə bir orada. Oğru otaqdakı, yəni qorxulu müəllim, o uşaq gəldi deyəsən bunların yanına. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldiysə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bu tür videoların davamı üçün də yorum yazmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.